Deməli, belə bir olimpiyada məsələmiz var. Sadə bir məsələdir, blok imtahanına da düşə bilər. Uzunluğu 1 metr, kütləsi 10 kiloqram olan bir cins çubuq şəkildəki kimi tarazlıqdadır. X bərabərdir 20 sm olarsa, sapdakı T gərilmə qüvvəsini tapın. Deməli, burada bizim bu götürdüyümüz O nöqtəsi dayaq nöqtəmizdir. Çubuq bir cins olduğuna görə onun ölçüsünün yarı hissəsində artıq ağırlıq mərkəzi yerləşəcək. Ağırlıq mərkəzindən bizdə təsir edir bizə ağırlıq qüvvəsi. Buranı bir K nöqtəsi götürək. İpin asıldığı yerə də bir L nöqtəsi desək. O'dan K'ya qədər olan məsafə olacaq 50 sm yarısı olduğuna görə. Digər hissəsi də K'dan axıra kimi də yenə 50 sm-dir. Ancaq X hissəsi 20 sm olduğuna görə KL də bizdə olacaq 30 sm. Bunlar bizə nəyə görə lazım olacaq? Sistemin tarazlıqda olmağı üçün bu hissədə yaranan qüvvə momenti ilə bu hissədə yaranan qüvvə momenti bir-birinə bərabər olmalıdır. İndi isə həllimizə keçək. Deməli, bizdə MK nəyə bərabər olacaq? MK bizdə bərabər olacaq. MG vurulsun. Onun qolunun uzunluğu nədir? OK, yəni 50 sm. Vurulsun kosinus alfa. Bərabərdir. T vurulsun. Onun qolunun uzunluğu 80 sm-dir. Vurulsun yenə kosinus alfa. Kosinus alfalar bizdə burada ixtisara gedir. Qalır MG vurulsun 50. O da bərabərdir T vur 80. Kütləni bizə 10 verib, J-ni də 10 verib. 100 vurulsun 50. Bərabərdir T vurulsun 80. T bərabərdir 100 vur 50. Bölünmüş 80. 62,5 Newton.